Sala bunun verdiyi müsahibəyə baxın bir dənə. Elə bir vaxt ikən Təhsil Nazirliyində saxta diplomları düzəldib, pulları yığıb aradan çıxan mən olmuşam. İlham Pirməmmədov. Siz ağlınıza gəlməzdi ki, bu qız bizlə prinsipə düşüb bizim bütün zibillərimizi açıb cəmaata ifşalayacaq. Siz bunu düşünməmişdiniz çünki. İkincisi də ki, orada qeyd olunur, qız anardan əl çəkmir. Bütün Azərbaycan bilir ki, mən anardan niyə əl çəkmirəm? Çünki mənə tutturmusunuz. Bəli, ona görə əl çəkmirəm. Niyə çəkməliyəm ki? Xeyr ola, halvadır, 30 sutka. Əl çəkməyəcəm. Sizi günü-gündən biabır eləyəcəm. Günü-gündən başqa-başqa zibillərinizi tapıb elə sizi biabır eləyəcəm. Nəsildə bir daha başı papaqlı yoxdur. Çıxıb demir ki, ay ana, sən nə atdırırdın subay qızın yanında? Camaatın qızını niyə aldadırsan? Niyə deyirsən ki, mən subayam, evli deyiləm? Camaatın qızının hisslərinə niyə oynayırsan? Sən bilmirdin ki, bir gün o qız, o fırlatdığın qızların içində birisi qeyrətli çıxıb bizim papağımızı aşağı eləyəcək. Bunu deyə bilmirsiniz. Yazıklar olsun.